Mən ömrümdə heç vaxt botoks eləməmişəm və 36 yaşımda üzümdə heç bir dənə də qırış yoxdur. Evdə etdiyim bu maskaların sayəsində belə deyə bilərdim. Ancaq botoks da eləmişəm, effekti getdiyinə görə qırışlarım da yerinə qayıdır. Botoks əzələyə təsir edərək qırışları açır. 3-5 aydan sonra effekti gedir və dəri əvvəlki vəziyyətinə qayıdır. Və sizə bir sir açım, bir çox kosmetoloji prosedurlar müvəqqəti effekt verir. Ona görə evdə qulluq mütləqdir. İndi də sizə əzələyə yox, dəriyə təsir edən botoks effektli maskanı təqdim edirəm. Ancaq botoksdan fərqli olaraq həm qırışları açır, həm də qaralıqları aparır. Bu maska üçün noxud boyda metilurat silmasi pantenol krem. Bu pantenol kremi götürsəz yaxşı olardı, çünki bu soyuducu effekt və 4 damcı kofein benzoat ampulası. Hamısı aptekdə satılır və bir də peptidli çox güclü gözaltı krem lazımdır. Trendyoldan aldığım bu kremin tərkibində çox güclü Matrixil 3000 peptid kompleksi var. Elmi tədqiqatlarda bu peptid kompleksi gündə 2 dəfə 2 ay ərzində istifadə edənlərdən qırışların 45% azalması müşahidə olunur. Həm də ki, bu kremin tərkibində kofein, yosun ekstraktı, valan, avokado şı yağı kimi çox güclü komponentlər də var. Bu kremi mən həm də gündəlikdə istifadə edirəm. Makyaj etmək istəməyəndə konsiler yerinə belə çox yaxşı gözaltı qaralıqları açır. Linkini storydə paylaşacağam. Bu maskanı həftədə 2 dəfə eləsəz və bu kremi hər gün sürsəz, 2 aya görəcəksiniz ki, xırda qırışlarınız yox olub.